Gözəl həmvətənlərim, gözəl Azərbaycan xalqım, sizləri salamlayıram. Buradan bəyan edirəm, bəyanat verirəm Avropadan, Strasbourgdan birbaşa olaraq biz hüquqi dövlətdə yaşayırıq. Və Azərbaycan dövləti hüquqi dövlətdir. Azərbaycan Respublikamızın hüquq mühafizə orqanları əməkdaşları vətəndaşına, xalqına, dövlətinə sədaqətlə xidmət edir. Bəli, mən İsmail Zalov, beynəlxalq hüquq eksperti olaraq, hüquq üzrə fəlsəfə doktoru, ARHD saytın rəhbəri olaraq Avropadan Strasbourgda, İnsan Haqları Məhkəməsində də, Avropa Parlamentində də bəyan etdim ki, Azərbaycan polisimiz Avropa polisinə nümunədir. Bəli, bu tərif deyil, bu faktdır. Faktlara əsasən söykənərək, hüquqşünas olaraq mən faktla izah etdim, sübut etdim. Qara yaxma kampaniyaları aparan şəxslər boş-boşuna, faktsız, sübutsuz Azərbaycan dövlətini sevməyənlərdir. Nə olsun ki, çox təəssüflər ki, onlar Azərbaycan dövlətini vətəndaşıdır. Onlar Azərbaycan dövlətinin bayrağından, onlar Azərbaycan xalqının adından istifadə edərək Azərbaycan vətəndaşlarını çaşbaş salmaq istəyirlər. Sosial şəbəkələrdə qara yaxma kampaniyaları aparırlar. Avropanın polisləri və Azərbaycan polisinə baxaq. Burada bir hadisə törənəndə polis çox məsuliyyətsiz yanaşır. Bu faktla söyləyirəm. Ancaq Azərbaycan dövlətində hansısa vətəndaş, turisti, qonağı kimliyindən asılı olmayaraq bizim polislərimizə müraciət edirsə, dərhal Azərbaycan polisi o işə dərhal baxaraq araşdırır və vətəndaşa dəstək olur. Burada hansısa bir cinayət törənir, vətəndaş polisə müraciət edir, polis cinayətkarı arxasıyla getmir, kömək etmir vətəndaşa. Cinayətkarlara qarşı çox soyuq mübarizə aparılır. Ancaq Azərbaycanda cinayətkarlığa qarşı yüksək səviyyədə mübarizə aparılır. Və Azərbaycan xalqı, hüquq mühafizə orqanları etibarlı əllərdədir. Bəli, vətəndaş öz hüquqlarını biləndə, vətəndaş dırnaq arasında olan radikal müxalifətin fikirlərinə, bəyanatlarına qulaq asmasınlar. Radikal müxalifətin dədəsi, babası görməyən, mən bax buradan elan edirəm, bəyan edirəm ki, görməyən, Qarabağımız, Şuşamız azad olununca idi. Ancaq Xankəndi azad olunmayacaqdı. Ancaq Xankəndində bugün azad olunaraq üç rəngli müqəddəs bayrağımız dalğalanır. Onun səbəbkarı unutmalı deyilik xalqım, millətim, həmvətənlərim, dünya Azərbaycanlarına səslənirəm. Bunu unutmalı deyilik ki, o Xankəndini azad edən, Qarabağımızı azad edən üç rəngli müqəddəs bayraq bugün dalğalanır ha. Onun səbəbkarı Cənab Prezident İlham Əliyev Heydəroğludur. Eşq olsun Azərbaycan dövlətimə. Dövlətimizlə, dövlətçiliyimizlə fəxr etməliyik. Azərbaycan Respublikasının öz daxili qanunları vardır. Öz daxili qanunları da icra olunur. Bizdə hansısa dövlətin məsləhəti və yaxud da müdaxiləsi ehtiyac yoxdur. Öz qanunlarımız var, öz dövlətimiz var, dövlət rəhbərimiz var. Dövlət rəhbəri nə siyasət irəli sürürsə, biz vətəndaşlar da onun arxasındayıq. Bugün Prezident İlham Əliyev Heydəroğlu xalqının yanındadır, millətinin yanındadır. Biz də millət olaraq, Azərbaycan xalqı olaraq lider İlham Əliyev Heydəroğlu'nun yanındayıq. Eşq olsun Azərbaycan dövlətimizə.